Mən bu gözəl tədbirə gözəl bir insanı, böyük Zəlimxan, şair Zəlimxan Yaqubun el-oğlusu, qohumu, gözəl şairimiz, sevimli insan Borçalı cəmiyyətində Dədə Camal Məclisinin rəhbəri Ziyadxan Budağı sizin alqışlarınızla dəvət edirəm. Buyursun. Akşamınız xeyir olsun. Hamımızın sevimlisi, şöhrətli şairəmiz Səadət Butanın söz işığında, yaradıcılıq gecəsində, yubiley tədbirində xoş gördük. Mənə qədər Səadət Buta haqqında çox bir-birindən ibrətamiz sözlər söylənirdi. Geniş əhatəli, dolğun məzmunlu çıxışlar danışıldı. Ona görə də Səadət Buta yaradıcılığı, Səadət Buta ömrü bir dərya olsa belə, ondan nə qədər danışsaq, doymasaq belə, mən yığcam danışmağı özümə borc bildim. Öncə onu deyim ki, bizim Azərbaycan xalqında belə bir söz var, sözə qüvvət, sözünə qüvvət. Mənə qədər danışan gözəl natiqlərimizin sözlərinə qüvvət olaraq bir-iki kəlmə mən də demək istəyirəm. Səadət Buta baş keçidin Qızılkilsə kəndindən başlanan və özünün bugünkü şöhrətinə çatan yolları keçərkən ilk növbədə Borçalı mahallının, Borçalı cəmaatının diqqətində olur. Yəni bu yollar birinci növbədə Borçalı cəmaatının gözlərindən dolanıb keçir. Səadət Butanın kövrək addımlarını da, titrək addımlarını da, inamlı və qətiyyətli addımlarını da, ilk sevincini də, fərəhini də, ilk uğurunu da və nəhayət şöhrətin onun şöhrətə qucaq açdığı məqamları da ilk olaraq görənlər Borçalılar olur. Borçalı bir də onu gördü ki, Səadət Buta hamı kimi ona bəxş olunan ilahi ömründə, talenin verdiyi cismani ömründə həm də dərviş ömrü yaşadı, ozan ömrü yaşadı, şair ömrü yaşadı və nəhayət bütün Azərbaycan qadınlarda xarakterik olan ana ömrü yaşadı. Bu qədər ömrü bir ömürdə yaşamaq, bu günə gətirib çatdırmaq doğrudan da çətindir, həm də şərəflidir. Fəxr eləməyə, qürur hissi keçirməyə dəyər ki, bir kənd qızı bu qədər ağır yükün altından çox böyük cəsarətlə, mərdliklə, hünərlə çıxa bildi və bu şərəfli adları sona qədər daşıyıb gətirə bildi. Borçalı da bunu gördü, sevindi, sevdi, öyündü və Səadət Butanı bir qartal kimi öz qucağından uçurdu. Bu qartal da necə deyərlər, Azərbaycan ədəbiyyatının səmalarında uçdu, uçdu və nəhayət şöhrət zirvəsini tapıb oraya qondu. Bu da Faxralının, Kəpənəksinin, baş keçidin, Sadaqlının, böyük yerlərimizin, ümumiyyətlə bütün Borçalımızın fəxri qüruru oldu. Elə buradaca bir haşiyə də deyim. Bizlər Borçalı olaraq, Borçalı cəmaatı olaraq Səadət Buta haqqında zaman-zaman çoxlu sayda məqalələrin, oçerklərin, müsahibələrin, ədəbi təhlillərin, eyni zamanda ithafların şahidi olduq. Bu cür yazıların hamısı Səadət Buta ömrünə, Səadət Buta yaradıcılığına bir güzgü tutmaqla bərabər həm də onun şair kimliyinin möhrü oldu.
ithaf dedim. Elə orada olan ithaflardan birində Səadət Buta haqqında belə deyildi. Bir qaynar ilhamın sınağı oldum, hardasa kiminsə qınağı oldum, duyan ürəklərin qonağı oldum, bir şair ömrünü belə yaşadım. Öptüm can yerini, bağrıma bastım, səhərin nurunu gözümdən astım, üfüqdə yeridim, şəfəqdə azdım, bir şair ömrünü belə yaşadım. İçimdə alışan oda tapındım, yoluma nur salan ada tapındım, qohuma tapındım, yada tapındım, bir şair ömrünü belə yaşadım. Zamanın nazını çəkdim o ki var, dərdini ömrümə əkdim o ki var, atımın alını tökdüm o ki var, bir şair ömrünü belə yaşadım. Halı pərişanın halına yandım, değmemiş tökülən kalına yandım, başındakı qeyl qalına yandım, bir şair ömrünü belə yaşadım. Qələm gürzüm oldu, söz qalam oldu, şirin duyğulardan yüz talam oldu, yazdığım nə varsa öz balam oldu, bir şair ömrünü belə yaşadım. Kövrək misralarım incədən incə, ruhumdan su içib hər şeydən öncə, həmişə deməyə üzüm var məncə, bir şair ömrünü belə yaşadım. Elə mənə verilən fürsətdən istifadə edərək mən də deyirəm, şair ömrün bərəkətli olsun, Borçalımın şərəfli qızı. Yubiley tədbirin mübarək olsun, Azərbaycanımın şöhrətli şairi. Təbrik edirəm səni.